bugün teleməkanda, istər Azərbaycanda, istər Türkiyədə, bəlkə də bütün dünyada ən az önə çıxan, ən az adı vurğulanan ədəbiyyatdır. Nə üçün? Çünki ədəbiyyat özü də elə də rahat dövrünü yaşamır, çətin dövrünü yaşayır. Siz sual verirsiniz ki, bütün şərqdə ədəbi cərəyanların başlanğıcı, əsas motivasiyası, bunların hamısının bir cavabı var. Ətrafımızdan. Hara baxsaq ədəbiyyatdır. Hansı dövr olursa olsun, necə şəraitdə yaşayırıqsa yaşayaq, hansı sosial, bilmirəm, ictimai problemlər baş verirsə versin, bizim ətrafımızda ədəbiyyat qaynayır. Bütün hadisələr, gördüklərimiz və onların arxasında gizlənən səbəblər, o hadisələri yaradan qüdrət, qüvvələr, onlar hamısı ədəbiyyat mövzusudur. Onun üçün klassik ədəbiyyat əsas insan fəlsəfəsi üzərində qurulub. İnsan olmaq fəlsəfəsi üzərində. Bu da iki yerə bölünür. İnsan olmaq fəlsəfəsi. Necə insan olmaq? Rəbbani insan olmaq, Allahın istədiyi insan olmaq, yoxsa onun qarşısında dayanan, ona müxalif insan olmaq. Bu iki tərəf ədəbiyyatın əsas mövzusu olub. Onların arasında olan rəqabət əsas mövzu olub. Ədəbiyyatın yenə də qaynağı insan və onun ətrafında cərəyan edən hadisələrdir.